Salam əziz tələbələr, bugün biz sizlə hamının rebuslar olaraq tanıdığı mövzunun izahına baxacağıq. Bu mövzu nədir və bu mövzu necə işlənir? Baxırıq birinci sualın izahına. Birinci sualda bir ipucu sizə verim ki, əgər bu qədər rəqəm veribsə və ortada sizə balaca bir rəqəm veribsə, bu çox güman ki, kvadrat çıxardır. Yəni 12 ilə 23-ü cəmləyirsən, üzərinə 14 gəlirsən. Neçə eləyir? 49. Nəyin kvadratıdır? 7-nin kvadratı. 33 ilə 19-u cəmləyirsən, üzərinə 29 gəlirsən. Neçə eləyir? 81. Nəyin kvadratıdır? 9-un kvadratı. Burada isə 46 ilə 37-ni cəmləyirsən, üzərinə gəlirsən 61. Burada da eləyəcək 7 plus 6 13, üzərinə 1 gəlirsən 14. 4 yazarıq 1 yadda. 4 üstə 3, 7 üstə 6 13, o da 1. Olacaq 144. 144 nəyin kvadratıdır uşaqlar? 12-nin kvadratı. Baxırsınız ikinci sualın izahına. Belə tipli sualları necə həll edirsiniz? Belə tipli suallarda həmişə baxırsınız. Baxın 7-ni burada 3-ə vurur 21, 16 ilə 5-i cəmləyir 21. Elə bilin ki, çarpaz baxacaqsınız buna. 2-ni 9-a vurur 18, 14 ilə də 4-ü cəmlədi 18. 6-nı 5-ə vurdu 30, 12 ilə də 18-i cəmlədi 30. 4-ü 8-ə vurur 32, 16 ilə neçənin cəmi 32 eləyir 16. Düzgün cavab olacaq C variantı. Üçüncü suala baxırsınız. 35 ilə 19-dan 61 alır. Necə alır? 35-dən 19 çıxır, eləyir 16, tərs çevirir 61. 53-dən çıxır 28, eləyir 25, tərs çevirir 52. 64-dən 43 çıxır, eləyəcək 21, tərs çevirir 12, D variantı. Baxırsınız dördüncü suala. Bir şey də sizə bildirim ki, əgər burada eyni fiqurlar eyni əməl deməkdir. Yəni 8 ilə 5-dən 27 alır. Necə alır? 8-dən 5 çıxacaq 3, kuba yüksəldir 27. 7-dən 3 çıxacaq 4, kuba yüksəldəcək 64. Bu da olacaq C variantı. Daha sonra baxırsınız 5-ci suala. Baxıram ki, burada elə bilin ki, bir başlı, bir də burada qulaqlardır. Buradan birinci ağlımıza nə gəlir? Birinci cəmləyirsən, 5 ilə 8-i cəmlədin. Neçə elədi? 13. Neçə qulağı var? 2 qulağı var. 2-yə vurdun, elədi 26. 7-ni vurdun. Neçə dənə qulaq var? 1 dənə qulaq var. Elədi 7. Düzdürmü? İndi bura baxırsan, 4 ilə 13-ü cəmləyirsən, üzərinə gəlirsən 19. Neçəyə vurur? Buradakı rəqəmləri də toplayır. Düzdürmü? Vurur. Tak, vuracaq bunu. 4-ə bərabər olacaq 168, düzdürmü? Burada hesablama aparsaq, 168-i 4-ə bölürsən, eləyir 42, düzdürmü? Bunların 4 ilə 13-ü cəmlədim, neçə elədi? 17. 17-nin də üstünə 19 gəlirsən, eləyir nə qədər? 36. 42-nin üstünə neçə gələndə 36 eləyir? 6. Yəni, uşaqlar, burada 6 olarsa, bunları cəmləyir, 4-ə vurur, eləyir 168. Bir də bu testlərdə belə başa düşmürəm ki, bu qədər hesablama olan yerə niyə bu qədər balaca yer qoyurlar, onu da hələ başa düşə bilməmişəm. Əslində çox yer qoymalıdırlar ki, tələbə rahat ona hesablama apara bilsin. Baxın uşaqlar, 2 5-dən 21 alır, düzdürmü? Bunu nədən bilirsiniz? Eyni fiqurda olanlar eyni əməl icra edir. Elə bir qıraqdan yaza bilərsiniz. 2 ulduz 5 bərabərdir 21. 7 ulduz 4 bərabərdir 33. 6 ulduz 9 bərabərdir sual. Neyinir uşaqlar? 2 ilə 5-i cəmlədi. Yox, bu 21-dir. 7, 3-ə vurdu 21. 7 ilə 4-ü cəmlədi 11, 3-ə vurdu 33. 6 ilə 9-u cəmlədi. Neçə elədi? 15, 3-ə vuracaq, eləyəcək 45. Bu da eləyəcək C variantı. Baxırsınız 7-ci sualın izahına. Belə tipli suallar saat əqrəbinin öz istiqamətində həll olunur, yaxud da qabaq-qabağa. Baxıram ki, bax 5-i 4-ə vurub 20, 3-ü 6-ya vurub 18. Deməli, 7-ni 5-ə vurub 35, 4-ü 2-yə vurur 8. Bu da olacaq B variantı. Sonra baxırsınız 8-ci sualın izahına. Baxın uşaqlar, burada sizə bir dənə ipucu artıq verib. Deyir ki, bu rəqəmlərdən ortanı al. Necə alırsan? 9 plus 7 plus 6. Neçə elədi? 9 ilə 7-ni cəmlədin. 16, üzərinə 6 gəldin. 22, 2-yə vurur 44. Yəni rəqəmlər cəmlənir, 2-yə vurulur, ortaya yazılır. 13 ilə 8-in cəmi 21, üzərinə 5 gəlir 26, 2-yə vurur 52. 8 ilə 2-ni cəmləyir 10. Üzərinə 14 gəlir 24, 2-yə vurur, eləyəcək 48 A variantı. Keçirik növbəti test tapşırığın izahına. Məsələn, baxırıq burada 10-cu suala baxaq. Maraqlı suallardan yazacağıq. 8 ilə 6-dan 28 alır. Düzdürmü? Necə ala bilər 8 ilə 6-dan 28-i? İlk baxışdan elə bilirsən ki, 8 ilə 6-nı cəmlədi. 14, 2-yə vurur 28. Düzdürmü? Amma baxıram ki, bu
şərtdə ödəməyəcək. Yəni 6-nı 6 ilə 3-ü cəmləyəndə 9 2-yə vurur 18. O zaman ağlıma kvadrat gələcək. 8-in kvadratından 6-nın kvadratını çıxır. Yəni 64 çıxılsın 36, bu eləyəcək 28. 7-nin 49 çıxılsın 25 eləyəcək 24. 6-nın kvadratından çıxacaq 3-ün kvadratı, yəni 36 çıx 9, bu da eləyəcək 27. A variantı. Yəqin ki, aydın oldu. Daha sonra baxırıq, demək 11 rahatdır. Keçirik 12-ci suala. Yadınızda qalsın ki, əgər burada böyük rəqəm verilibsə uşaqlar, burada görürsünüz, burada böyük rəqəmlərdir. Heç zaman bu rəqəmlərdən özündən heç də istifadə eləməyin. Neyin bu rəqəmləri? Birinci cəmlə 5-dən 6-nı cəmləyir 11, üzərinə 7 gəlir 18, 4-dən 2-ni cəmləyir 6, üzərinə 6 gəlir 12, 18-dən 12-nin cəmi 30. Vəssalam. 1-dən 7-nin cəmi 8, üstə 8 gəlir 16, 6-dan 2-nin cəmi 8, üstə 1 9, 6-dan 9-un cəmi 25. 1-dən 4-ün cəmi 5, üzərinə 2 gəlir 7, 3-dən 3-ün cəmi 6, üzərinə 5 gəlir 11, 7-dən 11-in cəmi eləyəcək 18. Y variantı. Keçirik növbəti testlərin izahına. Baxırsınız, 16-cı test tapşırığının izahına. Neyinir burada? 46 ilə 18-dən 32 alır. Baxın, elə bilin evdir. Evi 2 yerə bölünüb. Bunun damında da qiymətini yazır. 46 ilə 18-i cəmlə eləyəcək 64. 64-ü də 2-yə bölür 32. 24 ilə 12-ni cəmləyir 36. 2-yə bölür 18. Vəssalam. 64 ilə 8-i bölür, toplayır 72, 2-yə bölür 36. B variantı. Keçirsiniz 17-ci test tapşırıq sualına. Belə tipli suallar necə həll olunur uşaqlar? Ya ardıcıllıq kimi gedir, ya da bundan bu alınır, bundan bu alınır. Aydın oldu? Yazıram. 3-ü 2-yə vurur 6, 2-ni 1-ə vurur 2, 1-i 5-ə vurur 5. Aydın oldu? Burada da 6-nı 2-yə vurub 12, 2-ni 5-ə vurub 10, 12-ni 10-a vuracaq neçə eləyəcək? 120, o da eləyəcək Y variantı. Keçirik 18-ci sualın izahına. Yadınızda qalsın, pizza sualları qabaq-qabağa ya da saat əqrəbinin öz istiqamətində həll olunur. Yəni, baxın bu sual qabaq-qabağadır. Bax, 9-dan 3 çıxdı, 6 kvadratda 36, qabaq-qabağa. 3-dən 2 çıxır, 1 kvadratda 1, 5-dən 2 çıxır, 3 kvadratda eləyəcək 9. Y variantı. Daha sonra keçirik 19-cu test tapşırığın izahına. Neyinir burada? 89 ilə 48-dən 40 alır. 8-i 9-a vurur 72, 4-ü 8-ə vurur 32, 72-dən 32 çıxır 40. 6-nı 7-yə vurur 42, 8-i 3-ə vurur 24, çıxır bir-birindən eləyir 18. 2-ni 9-a vurur 18, 3-ü 6-ya vurur 18, 18-dən 18 çıxır eləyir 0. Aydın oldu? Sonra keçirik 20-ci test tapşırığın izahına. Burada neyinir uşaqlar? 2 ilə 6-nı vurur bir-birinə və vurmaqdır. 32. 13-dən 19-u cəmlədi. 6 ilə 8-i vurur, 32 ilə 16-nı cəmləyir. 20 ilə 15-i cəmlədi, 35. 7-ni neçəyə vuranda 35 edir? 5-ə. Olacaq C variantı. Keçirik 21-ci test tapşırığın izahına. Yadınızda qalsın, əgər sırayla belə bir şeylər verərsə, ən birinci cəmə baxın, sonra da zigzag baxarsınız buna. Bax, bunun cəmi neçədir? 36, cəm 36, cəm 36, cəm 36, cəm olacaq 36. 18 üstə neçə gələndə 36 eləyir? 18. D variantı. Keçirsiniz 22-ci test tapşırığın izahına. Uşaqlar, belə tipli suallar ya qabaq-qabağa həll olunurlar, yaxud da saat əqrəbinin öz istiqamətində. Baxırıq burada. Neyinir? 46-dan 56-ya 10 artır, 56-dan 67-yə 11 artır, 67-dən 80-ə 13 artır, 80-dən 88-ə 8 artır. Yadınıza gəldi, ardıcılıqda bir-birinin üstünə rəqəmləri gəlməyə keçmişdi. Elə bil 4-dən 6-nın cəmi 10, 46-nın üstə 10 gəlir 56, 5-dən 6 11, 56 üstə 11 67. Vəssalam. 8 ilə 8 eləyəcək neçə? Demək 16, 88-in üstünə 16 gəlir, eləyir 104. Aydındır? Demək, 104-ün üstünə 5 gələcək, bu da eləyəcək 109. C variantı. Daha sonra keçirik növbəti test tapşırığın izahına. Bu sualda görürük ki, qabaq-qabağa həll edib. Bax, 3 ilə 4-ün cəmi 7, kvadratda 49, 1 ilə 4-ün cəmi 5, kvadratda 25, 4 ilə 2-nin cəmi 6, kvadratda 36, 2 ilə 7-nin cəmi 9, kvadratda 81. C variantı. Daha sonra 24-cü test tapşırığın izahına baxırıq. Bax, dedim ki, eyni fiqurlar eyni əməl deməkdir. Bax, burada 2 dənə yumru var, 2 dənə də
3 bucaq. Demək, bununla bu həll olunacaq, bununla da bu və qiymətləri bərabərdir bir-birinə. 12-ni 3-ə vurur 36, 24 ilə 12-ni cəmləyir 36. 8-i 7-yə vurur 56, 37 ilə 19-u cəmləyir 56. 14-ü 5-ə vurur 70, 34-ün üstə neçə gələndə 70 eləyir? 36, bu da eləyəcək Y variantı. Daha sonra keçirik biz 25-ci test tapşırığın izahına. Ümumiyyətlə yadınızda qalsın. Əgər bax bura 45 ilə 15-dən 6 alıb, ümumiyyətlə 45 ilə 15-dən çox yerdə 6 alınanda nə edir? 45 ilə 15-i cəmləyir, eləyir 60. 6 ilə də 0-ı cəmləyir. Nəsə bizim kameramız bugün çox əsir. Yox, 6 ilə 0-ı cəmləyir, eləyir 6. Yəni qısaca desəm, rəqəmləri cəmlədi, sonra həmin rəqəmləri bir də cəmləyir. Elə bil ki, 37 ilə 19-u cəmləyirsən, eləcək 56, 5 ilə də 6-nı cəmlədin, elədi 11 Y variantı. Baxırsınız 26-cı test tapşırığın izahına. 14 ilə 34-dən 34 alıb. 1 ilə 4-ü cəmlə 5, 3 ilə 4-ü cəmlə 7. 5-in üstə 7 gəldi. Neçə elədi? 12. 3-ü də 4-ə vurdu 12. 6 ilə 4-ü cəmlirsən 10, 8 ilə 2-ni cəmlirsən 10. 10 ilə 10-un cəmi 20. Düzdürmü? 4-ü 5-ə vurur 20. 2 ilə 1-in cəmi 3, 9 ilə 4-ün cəmi 13. 3 ilə 13-ün cəmi neçə elədi? 16. Neçə ilə neçəni vuranda bir-birini 16 eləyir? A variantı. Daha sonra baxırsınız 27-ci test tapşırığın izahına. Dedim ki, belə tipli suallar ya bundan bu alınır, yaxud da ardıcıl olaraq gedir. Baxın uşaqlar, bundan bunu necə alır? Rəqəmləri cəmləyin. 1 ilə 4-ü cəmlə 5, üzərinə 4 gəl 9, 3 də bu. 9 ilə 3-ün cəmi 12. 9 ilə 5-in cəmi 14 üstə 1, 15, 10 da burada, 15 ilə 10-un cəmi 25. Bura baxırsınız, 9 buradadır, 7 də burada. 9 ilə 7-nin cəmi eləyəcək 16, A variantı. 28-ci test tapşırığın izahına baxırsınız. 39 ilə 33-dən 24 alır. Necə alır? 39 ilə 33-ü cəmlə, eləyəcək neçə? 72. 3-ə bölür 24. 28 ilə 53-ü cəmləyir, eləyir nə qədər? Demək, 81, 3-ə bölür 27. 52 ilə 14-ü cəmləyir, eləyəcək nə qədər? 66, 3-ə bölür 22, Y variantı. 29-cu test tapşırığın izahına baxırsınız. Neyinir? 5 ilə 2-ni cəmlədi 7, kvadratı 49, tərs çevirdi 94. Üçlü operator gedir burada. 5 ilə 2-ni cəmlədin 7, kvadratı 49, tərs çevirdi 94. 7 ilə 2-ni cəmlədi 9, kvadratı 81, tərs çevirdi 18. 4 ilə 2-ni cəmlədi 6, kvadratı 36, tərs çevirdi 63. 2 ilə 6-nı cəmləyir 8, kvadratı eləyir 64, tərs çevirir 46. Düzgün cavab olacaq B variantı 46. Sonra keçirik 30-cu test tapşırığın izahına. Yadınızda qalsın. 11-i alacaqsınız buradakı rəqəmlərdən. Yəni 11 alınır 18, 12-nin cəmi, 14 ilə 5-in cəmi, daha sonra fərq eləyirik. 18 ilə 12-nin cəmi eləyir 30, 14 ilə 5-in cəmi eləyir 19. Çıxanda bir-birindən eləyir 11. İndi baxırsınız bura. 24 ilə neçəni cəmləyəndə və 19 ilə 31 ilə neçəni cəmləyəndə çıxanda eləyir 23. Bunu tapacaqsınız və düzgün cavabı yazacaqsınız komment bölməsindən. Yəni baxın, bunun cəmini çıxacaqsınız, ortaya yazacaqsınız. Bax 12 ilə 24-ün cəmi elədi 36, 15 ilə 9-un cəmi, 19 ilə 5-in cəmi elədi 24, 36-dan 24 çıxdan elədi 12. 24 ilə neçəni cəmləyib 19 ilə 31-in cəmini çıxsaq 23 eləyir. Bunu komment bölməsindən yazacaqsınız. 31-ə baxırsınız. Neyinir burada? 6 ilə 14-ü cəmləyir 20, 4 ilə 7-ni vurur bir-birinə 28, 20 ilə 28-in cəmi 48, 13 ilə 21-in cəmi eləyir 34, 6 ilə də 7-ni vurur bir-birinə eləyir 42, cəmlədi elədi 76. Bura baxırsınız, 5 ilə 11-in cəmi 16, 3-ü 8-ə vurur 24, cəmləyir bir-birinə, bu da eləyəcək 40, Y variantı. Daha sonra 32-ci test tapşırığın izahına baxırsınız. Neyinir burada? Eyni fiqurlar eyni əməl deməkdir. 28 ilə 34-ü cəmlə eləyəcək 62. 6-nı 2-yə vurur 12. 49 ilə 28-i cəmləyir, eləyir 77. 7-ni 7-yə vurur 49. 45 ilə 13-ü cəmləyir, bu eləyəcək 58. 5-i 8-ə vurur, eləyir 40. Bu da eləyəcək bizdə B variantı. Baxırsınız 33-cü test tapşırığın izahına. Burada 22 verib, düzdür. Ağlıma birinci gələn bunları cəmləməkdir. 36 ilə 27-ni cəmlə. Eləcək nə qədər? 63, düzdürmü? Daha sonra 41-i çıx eləyəcək 22. Yəni,
üzr istəyirəm. Hələ mən sağala bilməmişəm tam şəkildə. 23 ilə 56-nı cəmləyirsən, 38 çıxırsan, 41 qalır. Aydın oldu? 17 ilə 42-ni cəmləyirsən, eləyir nə qədər? 59, 26 çıxırsan, bu deyiləcək 33, Y variantı. Daha sonra baxırsa 34-cü test tapşırığının izahına nə edir? 3-ü 8-ə vurur, 24. 9-u 6-ya vurur, 54. 2-ni 7-yə vuracaq, neçə eləyəcək? 14, B variantı. Daha sonra keçirik 35-ci test tapşırığının izahına. Nə edir burada? Görürəm ki, burada ortada rəqəmlər yazıb, düzdürmü? Demək, ağlıma birinci kvadrat gəlir. Bax, 26 ilə 14-ü cəmlə, üzərinə 24 gəl. Neçə elədi? 64. Nəyin kvadratıdır? 8-in kvadratı. 13 ilə 9-u cəmlə, üzərinə gəl 3. Eləyir 25. Nəyin kvadratıdır? 5-in kvadratı. Aydındır mı? 18 ilə 17-ni cəmlə, üzərinə də gəl 14. Bu da eləyir 49. Nəyin kvadratıdır? 7-nin kvadratı. O da eləyəcək A variantı. 36-cı test tapşırığının izahına baxırsınız. 9 ilə 4-ü vurur, eləyir 36. 7 ilə də 6-nı toplur, eləyir 13. 36-dan 13 çıxır, 23. 4-ü 6-ya vurur, 24. 8-in üstə 2 gəlir, 10. 24-dən 10 çıxır, eləyir 14. Y variantı. Baxırsınız, 37-ci test tapşırığının izahına. 6 ilə 4-dən 200 alır. 5 ilə 8-dən 61 alır. Necə alır? 6-nın kubundan 4-ün kvadratını çıxır. Vəssalam, 6-nın kubu çıx 4-ün kvadratı. Yəni 216 çıx 16, bu deyir 200. 4-ün kubu çıxılsın 7-nin kvadratı. Yəni 64 çıxılsın 49, bu deyiləcək 15 S variantı. 38-ci test tapşırığının izahına baxırsınız. Neyinir uşaqlar? Buna rəqəm kimi baxacaqsınız. 75-dən 63 çıxır 12, 83-dən 39 çıxır 44, 62-dən 45 çıxacaq, bu deyiləcək 17 S variantı. Aydın oldu. Daha sonra baxırıq 39-cu test tapşırığının izahına. 6 8-dən 62 alıb. Necə alır? 6-nı 8-ə vurur 48, 6 üstə 8 14, 48-dən 14-ü cəmlədi 62. 9-u 4-ə vurur 36, 9 üstə 4 13. 36 ilə 13-ü cəmləyəcək, eləyəcək 49 Y variantı. 40-cı test tapşırığının izahına baxırsınız. Neyinir burada? Baxıram. Cəmə ən birinci cəmə baxa bilərsiniz. 12 ilə 8-i cəmlədim. 20, üstə 6, 26 üstə 9 elədi 35. 14 ilə 11-in cəmi 25, üstə də 10, 35. Demək, bu da 35 olacaq. Vəssalam. 4 üstə 17 eləyir 21, üstə 1, 22. 22-nin üstə neçə gələndə 35 eləyir? 13. Vəssalam. Baxırsınız 41-ci suala. Qayıdırıq elə bilin... Üzr istəyirəm. Qayıdırıq elə bilin ki, ardıcılıq dərsinə. 2-dən 3-ü necə alır? 2-yə vurub 1 çıxır. 2-yə vurub 1 çıxır. Aydın oldu. Yəni 5-i 2-yə vurur 10, 1 çıxır 9. 9-u 2-yə vurur 18, 1 çıxır 17. 17-ni 2-yə vurur 34, 1 çıxır 33. Burada da eyni qaydada. 4-ü 2-yə vurur 8, 1 çıxır 7. 7-ni 2-yə vurur 14, 1 çıxır 13. 49-u vuracaq 2-yə, 1 çıxacaq. Bu da eləyəcək 97 B variantı. Daha sonra baxırsınız 42-ci test tapşırığının izahına. Neyinir burada uşaqlar? 5-i 6-ya vurur 30, 2 ilə 6-nı cəmləyir 8. 30-dan 8 çıxır 22. 4-ü 7-yə vurur 28. 4-ün üstə 5 gəlir 9. 28-dən 9 çıxır eləyir 19. 6-nı 8-ə vurur 48. 9-un üstə 7 gəlir 16. 48-dən 16 çıxır neçə eləyəcək? 32 D variantı. Daha sonra 43-cü test tapşırığının izahına baxırsınız. Neyə bilər burada? Baxın, 45-36 cəmləyib tərs çevirir. 45 plus 36 eləyir 81, tərs çevirir 18. 34 ilə 52-ni cəmlədi, elədi 86, tərs çevirdi 68. 33 ilə 65-i cəmlədi, 8, 98, tərs çevirdi 89. Bu da eləyəcək D variantı. Bu belə. Daha sonra keçirik 44-cü test tapşırığının izahına. 8 6 0-dan 26 alıb. Necə alır bunu uşaqlar? 86-dan 60 çıxır, eləyir 26. Yəni buna belə baxır. Aydın oldu. 74-dən 47 çıxır, 27. 52-dən 28 çıxır. Bu da eləyəcək nə qədər? 24 D variantı. Baxırsınız 45-ci test tapşırığının izahına. Neyinir burada? Bax 46 ilə 52-ni cəmlə. Eləyir nə qədər? 98. 9 ilə də 8-i cəmləyirsən, eləyir 17. Daha sonra 37 ilə 12-ni cəmlə, eləyəcək nə qədər? 49. 4 ilə də 9-un cəmi eləyir 13 A variantı. Baxırsan 46-cı test tapşırığının izahına. 34 ilə 22-nin cəmi eləyir 56, 7-ni 8-ə vurur 56.
24 ilə 45-in cəmi eləyir 69, 23-ə vurursan 69. 27 ilə 36-nın cəmi eləyir 63, neçəni 9-a vuranda 63 eləyir 7. Sonra keçirik 47-ci test tapşırığın izahına. Neyinir burada? 4-ü 5-ə vurur 20, 3-ü 7-yə vurur 21. 20 plus 21 41. 3-ü 6-ya vurur 18, 7-ni 2-yə vurur 14. 18 ilə 14-ün cəmi 32. 1-i 5-ə vurur 5, 6-nı 4-ə vurur 24. 24 ilə 5-i toplayır, eləyir 29. B variantı. Sonra baxırıq 48-ci test tapşırığın izahına. Baxıram ki, 4, 4, 2, 16-dan 62 alır. Ən birinci ağlıma nə gəlir? Toplayıb tərs çevirmək. Bax, 6 ilə 3-ü cəmləyir. 9 üstə 2. 11 üstə 12. 23 tərs çevirdi 32. Vəssalam. 9 ilə 8-i cəmləyir. 17 üstə 20 eləyir 37. Tərs çevirir 73. Y variantı. Baxırsınız 49-cu test tapşırığın izahına. Neyinir burada uşaqlar? Neyinə bilər? 3-ü 4-ə vurur 12, 6-nı 7-yə vurur 42. Cəmlədi elədi 54. Vəssalam. 8-i 9-a vurur 72, bu da 0. 73 isə 0 gələndə eləyir 72. Sualın yerinə 2 olacaq. Sonra baxırsınız 50-ci test tapşırığın izahına. Neyinər burada? Baxın uşaqlar, 38-dən 14 çıxır 24, 2-yə vurur 48. Vəssalam. 60-dan 15 çıxır 45, 2-yə vurur 90. 53-dən 39 çıxır, eləyir neçə? 4, 24, 2-yə vurur, yox. 53-dən 39 çıxanda 14 eləyir, 2-yə vurur, eləyir 28, Y variantı. Vəssalam. Sonra baxırsınız 51-ci test tapşırığın izahına. 5, 4, 41. Ümumiyyətlə 5, 4, 41 harada görsən, həmişə ən birinci ağlıma kvadratların cəmləmək gəlsin. 5-in kvadratı üstə 4-ün kvadratı, 6-nın kvadratı üstə 5-in kvadratı, 7-nin kvadratı 49, üstə 36, sonu 5 ilə qutaran olacaq 85, Y variantı. Sonra baxırsınız 52-ci test tapşırığın izahına. Neyinir burada? Bu görmə məntiqdir. Kim gördüsə afərin ona. 6-nı 3-ə vurur 18, 7-ni 8-ə vurur 56, 4-ü 5-ə vurur 20, bu deyir Y variantı. Daha sonra keçirik biz 53-cü test tapşırığın izahına. Yəqin ki, yorulmadınız. Bu bölməni istəyirəm 2 bölmədə çəkərəm ki, rahat siz aydın olsun sizə. 53-cü test tapşırığın izahına baxırsınız. Dedim ki, bayaq çox rəqəm görəndə neyinirik? Birinci cəmləyirsiniz. 4 ilə 6-nı cəmlə 10, bu 18 budur, düzdürmü? 16 da budur. Cəmləyirsən 2-yə bölürsən 17. 2 ilə 8-i cəmlədin 10, üstə 3 gəldin 13, 7 üstə 2, 9 üstə 6, 15, 13 ilə 15-i cəmləyib 2-yə böldün 14. İndi bura bax, 1 ilə 8-i cəmlədim 9, üstə 2 gəldim 11, 3 ilə 7-ni cəmlədim 10, üstə 3, 13. 11 ilə 13-ün cəmi 24, 2-yə bölür 12, B variantı. Sonra baxırsınız 54-cü test tapşırığın izahına. Neyinir burada? 19-u 2-yə vurur 38, 14 üstə 24, 38. 9-u 6-ya vurur 54, 36 üstə 18, 54. 13-ü 4-ə vurur 52, 33-ün üstə neçə gələndə 52 eləyir? 19, o da eləyəcək Y variantı. Baxırsınız 55-ci test tapşırığın izahına. Ümumiyyətlə, mənim tələbələrim pizza suallarını həll edirlər. Deyirlər, müəllimə, ən qəşəng suallar pizza sualları. Çünki onun 2 cür həlli var. Yəni, başımı çox işlətmirsən də. Bir də çox rəqəm gördünsə 100% ki, cəmdir. Neçə edir bu? 14, 15, 16, 17, 18, 19. Rəqəmi cəm 19 olan olacaq B variantı. Daha sonra 56-cı test tapşırığı sualının izahına baxırsınız. Ümumiyyətlə 68-dən 12 harda gördünsə, 6-nı 8-ə vur, 48, 4 ilə 8-i cəmlə 12. Vsyo. Neçəni 5-i 7-yə vur, 35, 3, 5 eləyir 8. Vsyo. Neçəni bir-birinə vuranda, rəqəmlərini toplayanda 13 eləyir. 7-ni 7-yə vurur, 49, 4 ilə də 9-u toplayır, 13. Vsyo. 57-ci test tapşırığının izahına baxırsınız. 14 ilə 11-i cəmləyir 25, nəyin kvadratıdır? 5-in kvadratı. 24 ilə 57-ni cəmləyir 81, nəyin kvadratıdır? 9-un. 26 ilə 38-i cəmləyir, eləyir neçə? 64, nəyin kvadratıdır? 8-in kvadratı. Daha sonra baxırıq 58-ci test tapşırığının izahına. Demişdim ki, belə tipləri görəndə ya cəm baxırsan, yaxud da zigzag. Baxın, 3 artıb, 4 artıb, 5 artır, 6, 7, 8. Bu olacaq 46. 2 artır, 4 artır, 6 artır, 8, 10, 12. Bu deyiləcək 68. A variantı.
Baxırsa 59-cu test tapşırığının izahına. Neyinir burada uşaqlar? Bununla bunun cəmi, bununla bunun cəminə bərabərdir. Bax, 46 ilə 13-ün cəmi 59, 28 ilə 31-in cəmi eləyir 59. Всё. 19 ilə 28-in cəmi neçə elədi? 47. 15 ilə neçənin cəmi 47 eləyir? Onu tapırsan, bu da eləyəcək 32 C variantı. И всё. 60-cı test tapşırığının sualına baxırsan, 14 ilə 13-dən 3 alır. Necə alır? 14 ilə 13-ü cəmlə, elədi nə qədər? 27. Nəyin kubudur? 3-ün kubu. 47 ilə 78-i toplayırsan, 125 nəyin kubudur? 5-in kubu. Neçə ilə 94-ü toplayanda 6-nın kubu eləyir. 6-nın kubu 216-dır, çıxırsan 94-ü. Bu da eləyəcək 100, demək 122, bu da eləyəcək D variantı. 61-ci test tapşırığının izahına baxırsan, bu rəqəmlərdən bu rəqəm alınıbsa 100% nə edir? 6-nı 3-ə vurur, 18 4-ə vurur, 72, düzdürmü? 6 ilə 3-ü cəmləyir, 9 üstə 4 elədi 13, 72-dən 13 çıxır 59. Yəni, qısa desən, öz rəqəmin hasilindən öz rəqəmin cəmli çıxır. Vəssalam, 5-i 7-yə vurur, 35, 1-ə vurur, 35, çıxır bunların cəmi 13-ü. Bu da eləyəcək 22 Y variantı. Sonra baxırsınız 62-ci test tapşırığının izahına. 14-dən 6-nı cəmləyir 20, 4-ü 5-ə vurur 20. Всё. 8-dən 16-nı cəmləyir 24, 3-ü 8-ə vurur 24. 18-dən 24-ü cəmləyir. Neçə elədi? 42. Neçəni bir-birinə vuranda 42 eləyir. Y variantı 67. İnşallah ki, mövzu sona qədər çəkə bilərəm. Çünki xəstəliklə bağlı biraz narahatlığımlarım qalıb. Amma yəni çalışacağım ki, bunu yenə də sizin üçün çəkim. Ona görə nə qədər bacarsam, o qədər də çəkəcəm. 63-cü suala baxırsınız. 9 ilə 5-dən qıral neyinir? 9 ilə 5-i vur bir-birinə, eləyir 45. Bunların da cəmi 45 eləyir. Всё. 6-nı 4-ə vurur 24. 7 üstə 4, 11 üstə 3. Neçə elədi? 14. Demək, bura 10-dur. Всё. Baxırsınız 64-cü suala. Baxın, 9 4-dən 39 alır. 8 6-dan 42 alır. Necə ala bilər? 9 ilə 4-ü topla, birinci eləyir 13. 3-ə vurur 39. 8 ilə 6-nı cəmləyir. Neçə eləyir? 14. 3-ə vurur 42. 7 ilə 8-i cəmləyir. 15. 3-ə vurur 45. D variantı. Sonra baxırsınız 65-ci test tapşırığının izahına. Bax, 28-i yuxarıdan və aşağıdan nə sürtünür? 34-dən 22. 34-dən 22-ni cəmləyir, bölür 2-yə 28. Məsələn, 37-yə yuxarı və aşağıdan nə dəyir? 34, 13, 22, 5. Topladı 2-yə böldü 37. Sualın yerinə 8 ilə 14-ü cəmləyir. Neçə elədi? 22, 2-yə bölür, eləyir 11. Daha sonra 66-cı test tapşırığının izahına baxırsınız. Neyinir burada? 9-u 6-ya vurur 54, 3-ü 8-ə vurur 24, çıxır bir-birindən 30. 7-ni 5-ə vurur 35, 6-nı 4-ə vurur 24, çıxır bir-birindən. 3-ü 9-a vurur 27, 4-ü 2-yə vurur 8. Bunun da fərqi eləyəcək 19 B variantı. Sonra baxırsınız 67-ci test tapşırığının izahına. Neyinir burada? 68 ilə 37-dən 62 alıb, düzdürmü? Neyniyərəm? Çıxaram, 68-dən 37 çıx, elədi nə qədər? 31, 2-yə vurur, eləyir 62. Bundan bunu çıxır, 2-yə vurur. 35-dən çıxır 23-ü, bu eləyəcək 12, 2-yə vurur, 24. Eləcək C variantı. 68-ə baxırsan, buradakı rəqəmləri bunlardan necə ala bilər? 32-ni 2-yə vurur, 64, 4-ü 2-yə vurur, 8, 8-ə vurur, 64. 6-nı 7-yə vurur 42, 2-ni 3-ə vurur 6, 7-yə vurur 42. Всё. İndi burada 3-ü 8-ə vurur 24, 2-yə vurur 48, 8-i neçəyə vuranda 48 eləyir? 6-ya. Aydın oldu? 69-cu suala baxırsınız. 3-dən 2-ni cəmləyir 5, 5-dən 2-ni cəmləyir 7, 5-i 7-yə vurur 35. 4-dən 2-ni cəmləyir 6, 6 ilə 3-ü cəmləyir 9, 9-dan 6-nı vurur bir-birinə, eləyir 54. Всё. 2 ilə 1-i cəmləyir 3, 4 ilə 4-ü cəmləyir 8, 3-ü 8-ə vurur 24 B variantı. 70-ci suala baxırsınız. 6 4-dən 34 alır. Necə alır uşaqlar? 6-nı 4-ə vurur 24, 6 üstə 4 10, 24 üstə 10 eləyir 34. 4-ü 4-ə vurur 16, 4 üstə 4 8, 16 üstə 8 24. Bax, burada isə rəqəmləri sadəcə cəmləyib. Elə bil bu iki mərhələdə gedir. İndi bizdə nə istəyir? Bunu istəyir. 9 üstə demək, 9-u 7-yə vurur 63, 9 üstə 7 16. Bunun da cəmi eləyəcək 79. Bu isə 4 ilə 9-un cəmi 13, 9 ilə 7-nin cəmi 16. 13 ilə 16-ın cəmi eləyir 29. Bizə lazımdır 79 cavabını götürmək. Sonra baxırız 71-ci suala. Bax burada 6-nı 2-yə bölür 3, kvadratda 9. 56-nı 7-yə bölür 8, kvadratda 64.
42-ni bölür 6-ya 7, kvadratda 49. Sonra baxırıq 72-ci test tapşırığının izahına. Neyinir burada uşaqlar? 48, 4, 8, 2, 1. Ağlımıza nə üsul gələ bilər birincilikdə? Rəqəm kimi baxmaq gələr. 48-dən 21 çıxarsan, eləyir 27. 54-dən də 45 çıxarsan, bu da eləyəcək neçə? 9. B variantı. Baxırsan 73-cü suala. Üzr istəyirəm, bir dənə su içim. Baxırıq 73-cü suala. Rəqəmlərin cəminə baxırsan. Ən birinci, belə fiqur görəndə ən birinci rəqəm cəmi yadına düşsün. 7 üstə 6, 12 üstə 5, 17. Bunun cəmi eləyəcək. Niyyət, bu elədi 18. Bunun da cəmi 18. Bunun da cəmi 18. Bunun da cəmi 18 eləyəcək. 8 ilə 6-nın cəmi 14. Üstə 4 eləyir 18. 74-cü sualın izahına baxırsınız uşaqlar. Neyinir burada? 36 12-dən 2 alıb. Bura baxıram ki 98 14. Neyinə bilər? 12-ni 2-yə bölür 6, kvadratda 36. 39-u 13-ə bölür 3, kvadratda 9. D variantı. Sonra baxırsınız 75-ci test tapşırığın izahına. 9 6-dan 39 alır. Necə alar? 9 ilə 6-nı vursam eləyəcək neçə? 9-u 6-ya vur, eləyəcək 54. 9 ilə də 6-nı cəmləyirsən 15. 54-dən 15 çıxır 39. 5-i 7-yə vurur. 5-i 7-yə vurur, eləyir 35. 5-in üstünə 7 gəlir 12. 35-dən 12 çıxır 23. C variantı. Baxırsınız 76-cı test tapşırığın izahına. Neyinir burada? 2 ilə 3-ü cəmləyir 5, 3 ilə 4-ü cəmləyir 7, 5 ilə 7-nin cəmi 12, 4 ilə 5-in cəmi 9, bu da 4 eləyir 13. 8 ilə 6-nın cəmi 14, bir də 3, bu elədi neçə? 17. B variantı. Sonra baxırsınız uşaqlar 77-ci test tapşırığın izahına. Bu rahatdır. 5-in kvadratı 25 tərs çevirib, 6-nın kvadratı 36 tərs çevirib, 7-nin kvadratı 49 tərs çevirib, 8-in kvadratı 64 tərs çevirib, 9-un kvadratı 81 tərs çevirəcək 18. O da olacaq Y variantı. 78-ci test tapşırığın izahına baxırsınız. 9 ilə 4-dən 65. Ən birinci ağlınıza kvadrat gəlsin. 9-un kvadratı çıx 4-ün kvadratı 65. 7-nin kvadratı çıx 1-in kvadratı, yəni 49 çıx 1 eləyəcək 48. C variantı. Vəssalam. 79-cu test tapşırığın izahına baxırsınız. 6 ilə 8-i vur 48, 9 ilə 5-i topla 14, çıxdı bir-birindən elədi 34. 7-ni 4-ə vurur 28, 6 ilə də 3-ü topladı, elədi 9, çıxdı bir-birindən elədi 19. 4-ü 9-a vurur 36, 9-un üstə 7 gəlir 16, çıxdı bir-birindən elədi 20. A variantı. Baxırsınız 80-ci sualın izahına. Pizza sualları ya qabaq-qabağa həll olunur, ya saat əqrəbinin öz istiqamətində. Baxın, 3 ilə 6-nı cəmləyir 9, 9 ilə 6-nı cəmləyir 15, 9 ilə 15-i cəmləyir 24, 24 ilə 39-u cəmləyir 63. Düzgün cavab olacaq 9. B variantı. Daha sonra keçirik uşaqlar 81-ci test tapşırığın izahına. Neyinir burada? Bax, kim ki məntiqlə məşğul olursa, bu sualı qəfil görməlidir. Bax, çünki çox rahatdır. 9-u 7-yə vurur 63, 6-nı 7-yə vurur 42, 8-i 3-ə vurur 24. B variantı. 82-ci test tapşırığın izahına baxırsınız. Neyinir burada uşaqlar? 4-ü 7-yə vurur 28, 2-ni 3-ə vurur 6, 28 ilə 6-nın cəmi 34. Daha sonra 5-i 7-yə vurur 35, 6-nı 4-ə vurur 24. Topladı elədi 59. 3-ü 9-a vurur 27, 8-i 4-ə vurur 32. Topladı elədi 59. A variantı. Daha sonra 83-cü test tapşırığın izahına baxırsınız. Neyinə bilər burada? 4-ü 7-yə vursan eləcə 28, 8 ilə də 2-ni toplasan 10. 28-dən 10 çıxdın 18. Yəni, bax 4-ü vurdun 7-yə 28, 8-in üstə 2 gəldin 10. Çıxdın bir-birindən elədi 18. 5-i 3-ə vurursan 15, 2-nin üstə 4 gəlirsən 6, 15-dən 6 çıxırsan 9. Baxırsan 84-cü test tapşırığın izahına. Neyinir burada? Baxın, belə tipli suallarda bu xananın içindəki rəqəmlər bərabərdir. 8 üstə 4, 12, üstə 7, 19 üstə 6, bax bu 25 elədi. Bu da 25-dir, bu da 25-dir, bu da 25 olacaq. 9 üstə 8, 17, üstə 5, 22, bura olacaq 3, 25 olacaq Y variantı. 85-ci sualın izahına baxırsınız. Neyinir uşaqlar? Eyni fiqurlar, eyni əməl deməkdir. 48-i 4-ə bölür 12, 7 üstə 5, 12. 84-ə 6-ya bölür 14, 8 üstə 6, 14.
45-i 9-a bölür 5, 4 ilə 1-in cəmi eləyəcək 5. Sonra baxırsınız 86-cı test tapşırığının izahına. Belə tipli suallar necə həll olunur? Saat əqrəbinin öz istiqamətində yaxud da qabaq-qabağa. Bax burada 6-nın kvadratı üstə 2-nin kvadratı elədi 40. 5-in kvadratı üstə 4-ün kvadratı eləyəcək neçə? 41A variantı. Sonra baxırsınız 87-ci test tapşırığının izahına. Nə edir burada uşaqlar? Demək, 4-ü 8-ə vurur, eləyir 32. 24 çıxır, eləyir 8. 7-ni 6-ya vurur, 42. 28 çıxır, eləyir 14. Aydın oldu? Demək, sualın yeri 3-ü 9-a vurur, 27, 16 çıxır, eləyir 11C variantı. 88-ci test tapşırığının izahına baxırsınız. Nə edə bilər burada? Baxıram ki, 8-i 3-ə vurur, 24, 17 ilə 7-nin cəmi 24. 4-ü 9-a vurur, 36, 24 ilə 12-nin cəmi 36. 7-ni 5-ə vurur, 35, 19 ilə neçənin cəmi 35 eləyir. 16-nın C variantı. Baxırsınız 89-cu test tapşırığının izahına. Belə tipli suallar qabaq-qabağa ya saat əqrəbinin öz istiqamətində həll olunur. 6 ilə 7-nin cəmi 13, 2-yə vurur, 26 qabağına yazır. Gördün? 7 ilə 4-ün cəmi 11, 2-yə vurur, 22. 9 ilə 6-nın cəmi 15, 2-yə vuracaq 30. Üzr istəyirəm. C variantı. Daha sonra keçirik. Burada bizdə bunun ardıdır. Əslində biz bayaq səhifələrini necə işləmişik, həbisi düz işləmişik hamısını. Demək, biz indi işlədik 89, indi keçirik 90-a. Nə edir burada uşaqlar? 6 7-dən 48 alır. 4 8-dən 36 alır. 7 10-dan 77 alır. Necə ala bilər? 6-nı 7-yə vurur, 42, üstə 6 gəlir, 48. Yazıram, 6 vurur 7, 42, üstə bu 6-nı gəlir, eləyir 48. 4-ü 8-ə vurur, 32, üstə 4, 36. İndi orada 3-ü 6-ya vuracaq, 18, üstə 3 gəlir. Bu da eləyəcək nə qədər? 21. Bu da olacaq B variantı. Baxırsınız 91-ci suala. Nə edir? 4-dən 9-a necə ala bilər? 2-yə vurur, üstə 1 gəlir. Burada da sadəcə üstünə 3 gəlir. Ardıcıllıq 2-yə vurur, üstə 1 gəlir, sadəcə üstünə 3 gəlir. 2-yə vurur, üstə 1 gəlir, sadəcə üstünə 3 gəlir. 57 üstə 3 elədi 60. Bu da eləyəcək A variantı. Baxırsınız 92-ci test tapşırığının izahına. Nə edir burada uşaqlar? Baxıram ki, burada ardıcılıq oxşuyur. 3 gəlir, demək burada 4 gələcək, 20 olacaq. 5 gəlir, 6 gəlir, 7 gəlir, 8 gəlir, 9 gəlir. Çatdı. Bu da olacaq 20 B variantı. 93-cü test tapşırığının izahına baxırsınız. Baxın uşaqlar, bundan buranı alır, bundan bunu alır. Sadəcə bəzilərini göstərib, bəzilərini göstərməyim. Mən hamısını yazacağım. 12 plus 9, 21. Aydın oldu. 9 ilə 24, 33. 24 ilə 8, 32. Bax, bunun cəmi budur. Okay? 20 ilə 33-ün cəmi 54. 33 ilə 32-nin cəmi eləcək 65. 65 ilə 54-ün cəmi 119. 65 ilə 57-nin cəmi 2. Sonra da burada da 6 üstə 5, 11, 122. Burada da eləyəcək 1, demək 4, 2, 241. Bu da olacaq D variantı. 94-cü test tapşırığının izahına baxırsınız. 4, 6, 5-dən 21 alır. Necə ala bilər? Cəmləyərəm birinci. 4 üstə 6, 10, üstə 5, 15. Bu 6-nı 2 dəfə gəlir üstünə. Yaxud da buranı 2-yə vurur, üstünə bunların cəmli gəlir. 9-u 2-yə vurdu, 18, üstə 20 gəldi, 38. 4-ü 2-yə vurdu, 8, üstə gəlir 22, bu da eləyir 30, B variantı. Baxırsınız 95-ci test tapşırığının izahına. Nə edir? Bax, 17-ni 6-ya bölür, vurur. 18-ə, düzdürmü? Bu da eləyir 51. Çatdı. 24-ü 8-ə bölür, 3, 7-yə vurur, 21 olacaq. B variantı. Baxırsınız 96-cı test tapşırığının izahına. 2, 5-dən 27 alınır. Görün, bunlardan alınması mümkünsüzdür. Demək, nə edir bunu? Ardıcıllıq kimi baxırsınız buna. 3 artır, 4 artır, 5 artır, 6. Bundan bu 7 artıb, 8, 9, 10, 11, 12, 13, 90-dan 104, 14, 15, indi 119-un üstünə 16 gələcək. Bu deyiləcək 135 A variantı. Məsələn, baxın 97-ci suala. Bundan bunu alır. 8-dən 6-dan 7-ni necə alarsan? 8-dən 6-nı cəmləyir 14, 2-yə bölür 7. Okay? Demək, 19-dan 25-i cəmləyəcək. Düzdürmü?
Bir də baxın, 8-dən 6-nı cəmləyib 2-yə bölüb 7, bu isə ikinci hissədə 7 ilə 9-u cəmlədi 16. Demək, bununla bunu cəmləyib 2-yə bölür, bura yazır. İndi sadəcə burada bunun cəmini yazır. 19 ilə də 25-in cəmi eləyəcək nə qədər? 44A variantı. 98-ci test tapşırığının izahına baxırsınız. 27 ilə 16-dan 44 alır. Necə alır? 27-dən 16 çıxırsan 11, 4-ə vurur 44. 62-dən 49 çıxır. Eləyir nə qədər? 13, 4-ə vurur 52. İndi 38-dən 29 çıxırsan, bu eləyəcək nə qədər? 9, 4-ə də vurdun, elədi 36 C variantı. Aydın oldu mu? Daha sonra baxırıq burada 99-cu test tapşırığının izahına. 4 ilə 5-dən 23 alır. Necə ala bilər? Bu tərəfi 3-ə vur, bu tərəfi də bilmədim bu kamera niyə görə əsdi. 4 ilə 5, 5-i 3-ə vurur, 4-ü də vurur 2-yə, topladı. Peki altına bir şey koyun. Bir dəqiqə gözləyin. Aha, 5-i 3-ə vurur, 4-ü də 2-yə vurur, elədi 23. 6-nı 3-ə vurur, 18. 6-nı 2-yə vurur, 12. 18 üstə 12 gələndə eləyir 30. 100-ə baxırsınız uşaqlar. Rəqəmi öz rəqəminin cəminə vurur. 22-ni vurur, 4-ə 88. 12-ni vurur, 3-ə 36. 41-i vuracaq neçəyə? 5-ə. Bu da eləyəcək 205A variantı. 101'e baxırsınız. 12'ni 2'ye vurur 24. 6'nı 4'e vurur 24. 8'i 2'ye vuran da 24 eləyir. 3'e D variantı. 102'ye baxırsınız. 8'i 7'ye vurur 56, tərs çevirir 65. 14'ü 3'e vurur 42, tərs çevirir 24. 9'u 8'e vuranda 72, tərs çevirəndə 27. Bu da eləyəcək bizə soruşur 9'u. 103'e baxırsınız uşaqlar. Neyinir burada? 24, 67 toplayır, yazır bura. Bununla bunu topladı, yazdı bura. Aydın oldu. 29 ile bunu cəmləyəndə 3, burada da düzgün cavab olacaq B variantı. Daha sonra 104'e baxırsınız. 4'ün üstü 2 eləyir neçə? 16. 8'in üstü 2, 64. 3'ün üstü 4, 81. 3'ün üstü 3 eləyəcək 27 C variantı. Baxırsınız 105-ci test tapşırığının izahına. Cavabda 0 varsa neyini? Demək 0'a vurma var burada. 18 ilə 21'i cəmlə eləyəcək nə qədər? 39. 3'ü 9'a vurub 27. Aydın oldu. Demək 38 ilə 23'ü cəmlədi. Bu elədi 61. 6'nı da 1'ə vurdu. Elədi 6 C variantı. 106'ya baxırsınız. Əgər ortada bir dənə rəqəm varsa nə demişdik? Demək rəqəmləri cəmləyib kvadrat çıxardı. Vəssalam. 8 ilə 7-ni cəmlədin 15, üstə 6, 21, üstə 4, 25, nəyin kvadratıdır? 5-in kvadratı. 9 üstə 8, 17, üstə gəlsin 19 eləyir 36, nəyin kvadratıdır? 6-nın kvadratı. Burada da olacaq 4-dən 3-ü cəmlədin 7, üstə 2, 9 üstə 7, 16, nəyin kvadratıdır? 4-ün kvadratı. Bu da olacaq B variantı. Baxın uşaqlar, demək bu testləri də biz bitirdik. Bundan sonraki testləri mən ikinci hissədə çəkəcəm sizin üçün. Əgər bura qədər videom baxdınızsa, ən azından rebuslar haqqında bir məlumatınız olmuş oldu. Və bir şey bildirim ki sizə, bu mövzuları heç vaxt birinci məsələn, indi videoma kimsə baxacaqsa, indiyə qədər o birisi mövzular işləməyibsə, qaçıb bu mövzunu tez işləməsin də, çünki bu mövzunu eləyə bilməyəcək. Bu mövzunu o adam eləyə bilir ki, bunun kənar hədləri, gövdə hədləri tapılması super səviyyədədir. Qeyri-aşkar superdir, cədvəli super işləyir, daha sonra isə bunu eləyə bilər. Mən yoruldum, inanıram ki, siz də yoruldunuz mən qulaq asmaqdan. İnşallah ki, ikinci hissəsini axşam çəkəcəm, daha aydın çəkəcəm. İndi mən vaxt tapdıqca ola bilir ki, kursda otaq olmur. Kursda otaq olmadığı müddətcə də belə şəraitsiz olaraq çəkirəm. Ona görə üzrlü sayarsınız. Uğurlar hər birinizə.